Salam, kanalıma xoş gəldiniz. Bu vlogda Ramazan tətilini necə keçirdik, onu paylaşacağım sizlə. Ramazan tətilində Türkiyədən baldızım bizə qonaq gəlmişdi. Biz də onu götürdük, çıxdıq şəhərə. Əslində videonun çox hissəsində musiqi var deyə mən məcbur danışmalıyam, ya da gərək səssiz paylaşım. Bilməm sizə söhbətli videolar maraqlıdır yoxsa yox, ya da gələn videomda hansı mövzu haqqında danışmamı istəyirsinizsə, suallarınız varsa mənə ünvanlaya bilərsiniz. Qeyd edeyim ki, yoldaşımla baldızım Türkiyədə təhsil alıblar. Elə o vaxtdan da baldızım Türkiyədə qalıb. Belə ara-sıra tətillərdə Bakıya gəlir. Əslində mən bu videonu təkrarçılıq olmasın çoxdan çəkmişəm. Sadəcə Şəhribandan sonra ailəlikcə hamımız su çayı tutduq. Ela, yoldaşım, mən. Ona görə də bu videonu saxlaya qaldım və nəhayət bugün səsləndirirəm, editləyirəm. Yəqin ki, hamı bir mənalı şəkildə razılaşar ki, uşaqlar bu virusu böyüklərə nisbətən çox rahat keçirdirlər. Təcrübə ilə sabitləyib deyə bilərəm ki, həqiqətən də bu belədir. Uşaqlar çox rahat keçirdi. Yəni uzağı 2 gün narahatçılıqları oldu qızdırma olan müddətdə. Amma biz onlara nisbətən çətin keçirdik. Böyüklərdə də ən böyük problem mənə elə gəlir ki, qaşıntıdır. Yəni mən 2 gün qaşıntıdan demək olar ki, yata bilmədim. Artıq əsəblərim pozulmuşdu. Nə qədər dərman da içirdim qaşıntı əleyhinə, yenə də heç bir xeyri yox idi. Hətta norma 1 dəfə idisə mən 4 dəfə içmişdim. Heç bir təsirini görmədim. Ya Azərbaycanda dərmanlar keyfiyyətsizdir, ya da ki o qədər güclü qaşıntıdır ki, ancaq o qədər qarşısını ala bilir. Bizə də bu virusu deyəsən Şəhribanı bağçadan gətirmişdi. Yenə də düzdür, bəzi insanlar var, deyirlər ki, uşaq belədir də, bağçaya gedir, gündə bir virus gətirir, nə bilim nə. Amma düşünürəm ki, uşaqlar elə bu etabı bağça dövründə keçirsələr yaxşıdır. İkinci günümüzü də Kratos'da dəyərləndirdik. Həftə içi olmasına baxmayaraq şou proqram var idi. Belə pis deyildi ümumi götürəndə. Şou proqram saat 8-dən başlayır. Qiymətləri də belə götürəndə orta qiymətlərdən biraz yüksək idi. Yeməklərin dadına gəlincə isə dadlı idi demək olar ki. Bir tək sonda dondurma sifariş eləmişdik, onu bəyənmədim, elə bil köhnə idi. Yəqin sezonu deyil, ona görə dadı ilə xoşuma gəlmədi. Bir daha hoş günleriniz mübarek olsun. İftar süfrelerinizi Allah kabul etsin. Akbil olanları tebrik ediyorum. Nofus bayramınız mübarek olsun. En esaslı hemşire böyle pozitif, müsbet enerji olasınız. Necə enerjiniz üstünüzə əski olmasın. Ben de daha durdan araşmak istedim. Ben size sizden bir ritme gelen, ki gördüm uyuyorsunuz, ne komşu, bir komşudan ne bir inanır size şurasına birinize. Ben de daha durdan araşmakasına başlayacağım. Burada isə tətilin 3-cü günündəyik. İndi isə gəlmişik Glass adlanan musiqili məkana. Ümumilikdə götürsək, ən çox bəyəndiyim, getdiyimiz musiqili məkanlar arasında ən çox bəyəndiyim bura oldu. Gördüyünüz kimi Şəhribanı da artıq karantindən çıxartmışıq. Şəhribanı da cənnətə qarışıb, üzündə ləkələr də görürsünüz. Ümumilikdə götürəndə Şəhribanında demək olar ki, ləkə qalmadı. Sadəcə üzündə, alnında, bir də ki, burnunun yanında 2 dənə çuxur kimi qalıb. O da çox da belə dərin deyil. Güman eləyirəm ki, böyüyənə qədər keçər, keçməsə də 18 yaşında
kosmetoloji müdaxilə ilə həll etmək olar deyə düşünürəm. Yəni gələcəkdə tibbdə nə qədər yenilik olacaq. Uşaqların regenerasiya qabiliyyəti böyüklərdən çox yüksəkdir. Ona görə də yaxşı ki, uşaqlar kiçik yaşında keçirdilər bu virusu. Bəzi adamlar var ki, uşaqların bağçaya getməsini bu cəhətdən, yəni mənfi qiymətləndirirlər. Deyirlər ki, uşaq belədir də, gedir bağçaya, gündə bir virus gətirir və s. Amma mən düşünürəm ki, uşaq onsuz da bu etabı keçməlidir də, istər məktəbdə olsun, istər bağçada. Ən yaxşısı elə bağçada bu viruslara yoluxub immunitetini gücləndirməkdir, dayanıqlıq yaratmaqdır orqanizmində. Bir də var ki, məktəbdə dərsdən qalacaq, yəni geriləyəcək proqramda. Ona görə yaxşı ki, bağça var, uşaqlar bu etabı bağçada keçirdirlər. Bir də var ki, özü də bu su çiçəyi elə bir virusdur ki, həmişə gəlir ən önəmli tarixlərə düşür. Biri var imtahan vaxtında keçirsin, biri var elə adam var toy günü hətta keçirdir. Mənim özüm qardaşımın hərisində keçirtdim, gedə bilmədim hərisinə. Bir də ki, çox həvəslə gözlədiyim toy var idi, ora gedəsiydim, gedə bilmədim. Yaxşı ki, hələ mən hamiləlik dövründə keçirtməmişəm su çiçəyini, bilirsiniz də, çox təhlükəlidir. Hətta uşağın ölümü ilə nəticələnə bilər. Bu arada fikir verdinizsə, Şəhribanu karantinin əvəzini doya-doya çıxartdı. Deyərdim ki, qonaqdan çox Şəhribanu əyləndi. Ümumiyyətlə, düşünürəm ki, Bakıda qonağı gəzdirmək üçün çox az yer var, yəni gəzməli, görməli yer kimi. Bir dəniz kənarı park adamın ağlına gəlir, bir də içəri şəhər. Başqa gəziləcək elə bir yer yoxdur sanki. Bir də ki, Qobustan qayaları və s. Amma elə çox tarixi, gəzməli, görməli yerimiz yoxdur, təəssüf ki. Amma əvəzində çoxlu əyləncə mərkəzləri var, yəni musiqili məkanlarımız var. Bir də ki, müsbət haldır ki, belə məkanlarda daha çox xanımlarımız üstünlük təşkil eləyir. Onsuz da belə məkanlarda daha çox iş kollektivindən qadınlar və ya tələbə qızlar və s. ad günlərini, özəl günlərini qeyd eləyir. Başqa məkanları deyə bilmərəm, amma sırf Glass daha çox sanki xanımların rezervasiyasını qəbul eləyir. Eşitdiyimə görə bəylərin rezervasiyasına çox vaxtı imtina gəlir, yerlərimiz doludur və s. kimi. Bu da yəqin ki, onların təhlükəsizliyinə görə və ya ailə məkanı statusunu qorumasına görə bir tədbirdir. Kimdir o? Maşruf bir dəqiqə. Səlman dayı. Hangi Səlman dayı? Elma bak. Bugün də tətilimizin 5-ci günündəyik. Gəlmişik Niagara musiqili məkanına. Bugün bir çılğınlıq eləyib Elayı da özümüzlə gətirmişik. Elay hələ ki təzə gəlib deyə ağıllı ətrafı kəşf eləyir. Birazdan bizim burnumuzdan gətirəcək. Stolları da çox narahat idi. Orta hissəsi yox idi deyə uşaq oradan sürüşüb düşürdü. Elay yeriyə bilir, düzdür, amma çox da sərbəst yeriyə bilmir deyə adam tək buraxmağa risk eləmir. Çünki yerdə betondur, yıxılar başı dəyər deyə ehtiyat eləyirdik. Uşaqlar böyüdükcə adam doğrudan nəfəs almağa başlayır. Bunu Şəhribanda hiss eləyirəm. Artıq bir çox şeydə özü sərbəst hər şeyi yerinə yetirir, anlayır. Adamı incitmir. Doğrudan da uşaq baxmaq çox böyük səbir işidir. Ən böyük səbir də deyərdim ki, bu kənar insanların, ətrafdakı insanların
sənin uşağın haqqında bir fikri olmasıdır. Yəni bizim millətin çox pis bir mədəniyyəti var ki, mədəniyyətsizliyi hətta deyərdim buna. Fikrini soruşdun, soruşmadın, ehtiyac oldu, olmadı. Hamı başlayır sənə uşaq haqqında məsləhətlər verməyə, hamı öz təcrübəsini bölüşməyə başlayır. Sözdə hamı ideal valideyn olub vaxtilə, ideal ana olub, hamı uşağına hər şeyin ən təbiisini özü hazırlayıb, özü ideal ona baxıb və sənə də belə bir məsləhət vermə istəyində bulunur, hansı ki sən heç ona ehtiyac duymursan. Sanki bu ananın öz şuuru yoxdur, sanki bu ana gündəlik, yəni uşaqla bağlı mütaliə eləmir, hər ay uşağı həkim müayinəsinə aparmır, həkim buna məsləhət vermir. Məncə hər kəs qəbul eləsə ki, bütün insanlar individualdır, bütün uşaqlar eynən biz böyüklər kimi fərqlidir, eyni deyil. Və hər bir uşağı anasından yaxşı heç kim tanıya bilməz və heç kim də ona anası qədər yaxşı baxa bilməz. Onda hər şey daha yaxşı olar. Məncə bu bizim qadınlarda bir travmadır, hansı ki nəsildən nəslə ötürülür. Vaxtilə onlara edilən əsəb pozucu şeyləri indi özləri başqasına eləyəndə özlərini rahatlaşmış hiss eləyirlər. Ümumiyyətlə İnsanın ən böyük problemi məncə yuxusuzluqdur. Çünki yuxu sırasında keyfiyyətli yuxuda təbii ki insan özünü yeniləyir, əsəbləri sakit olur. Amma bir ananı düşünsək, hansı ki yuxusuz gecələr keçirdir fasiləsiz olaraq, əsəbləri onsuz da həmişə gərgin olur. Bəlkə də bunlar elə çox böyüdüləcək şeylər deyil, amma həmin sırada insanın əsəbinə toxunur. Düzdür, fikirləşəndə ki, bu müvəqqəti bir perioddur, sayılı gün tez keçər. Doğrudan da adam bir tərəfdən istəyir uşaqlar böyüsün, rahatlığa çıxsın, bir tərəfdən də düşünürsən ki, həyat gedir, bir də onlar bu yaşda olmayacaq, sən onun dadını çıxartmalısan. Amma nə yazıq ki, gündəlik işlər və s. sənin istirahətsiz iş rejimində, ağırlaşdırmış iş rejimində olman işin rəngini dəyişir. Bu çətin yolda bütün analara buradan Allahdan səbir diləyirəm. Allah köməyimiz olsun inşallah. Videonun sonuna gəldik. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Rəylərdə mənimlə fikirlərinizi bölüşməyi unutmayın.